Dəyərli izləyicilər, müştərilər bizə çox suallar verirlər və biz belə bir qərara gəldik ki, belə bir video kadr çəkək. Məhsulun gücü 80 wattdır. Yəni 80 watt elə də bir böyük bir gücü yoxdur. Adi bir lampanın gücündədir. Burada 12 volt çıxışa kabel girir və akkumulyatorla, yəni 12 voltdan işlədə bilirsiniz. Burada 220 olan kabeldir. 220 ilə hal-hazırda işlək vəziyyətdədir. Məhsulu tutaq ki, yeni başlayırsınız. İlk öncə bu plus minus düyməsini basılı saxlayırsınız. Baxın, burada belə rəqəmlər gəldi və məhsul sıfırlandı. Ondan sonra burada mode düyməsi var. Bu düyməni basırsınız və burada rejimlər dəyişir. İstədiyiniz rejimə əlavə eləyə bilirsiniz. Məsəl üçün, bu səfər toyuq rejimində oldu və yekunlaşdı. Ondan sonra ikinci partiya yenə bunu sıfırlayırsınız. Gətirirsiniz, tutaq ki, qaz yumurtası əlavə eləmək istəyirsiniz. Basırsınız qaz yumurtasına, misal üçün. Hər dəfə bu təkrarlanır.